Axşamınız xeyir olsun sevgili tamaşaçılar. Söz verdiğim kimi artıq bazar günün son saatları və etiraf proqramı sizin ekranlarınızın qonağıdır. Mən bugün qonağımı təqdim etməyə lüzum bilmirəm. Çünki bizim bu qonağımızı Respublikada elə bir insan yoxdur ki tanımasın. Uşaqdan böyüyə kimi hamı ona hörmət edir, hamı onun sənətinə pərəstiş edir. Onun üçün də mən qonağımı hələ təqdim etmirəm. İstəyirəm ki birinci sponsorumu sizə təqdim edim. Bizim proqramın sponsoru Capsella Pərdə və Tül Mərkəzidir. Odur ki, gözəlliyə, keyfiyyətə üstünlük verənləri Capsella Pərdə və Tül Mərkəzinə müraciət etməyə dəvət edirəm. Bəli, bugün bizim qonağımız Respublikamızın xalq artisti, opera sənətini bizim Respublikada yaşadan gözəl insan Lütfiyar İmanovdur. Lütfiyar müəllim, xoş gəlmisiniz. Çox sağ olun, çox razıyam. Necəsiniz? Ki, məni bura dəvət eləmişsiniz. Çox sağ olun. Şükür Allaha hələ yaxşıyam. Tək yaxşı olasınız həmişə. Sağ olun. Həmişə yaxşı olasınız. Çox Lütfiyar müəllim, mən inanıram ki, sizinlə mənim söhbətim bugün alınacaq. Yəni, bugün sizə mən biraz fərqli suallar verəcəm. Yəni, bu fərqli suallar da etiraf xarakterini daşıyır. Bəli. Onun üçün də tamaşaçılarımız da bunu mən hiss edirəm ki, tamaşaçılarımız da bunu bilirlər ki, siz biraz sözü düz deyən, ondan sonra necə deyərlər, biraz qətiyyətli insansınız. Bəli. Onun üçün də mən sizdən və tamaşaçılarımız da sizdən qəti cavablar gözləyir. Mənim gözüm üstə. Onda belə isə başlayaq. Buyurun. Lütfiyar müəllim, mən sizə birinci sualım ənənəvi sualdır. Etiraf anlamı sizin üçün nədir? Bu sualı mən istəyirdim, mən verəm sizə. Amma tərsi nə oldu? Bu etiraf verilişi, etiraf proqramı mən çox fikirləşmişəm mənim o deyəndən bəri. Bu nəyə görədir? Bu cəmaata nə verir? Bunu mən bilmirəm. Çünki bu etiraf etmək şəxsi işdir, elə deyilmi? Bəli, bəli. Bu şəxsi işin cəmaata nə dəxli var? Bəli. Hə? Bəli. O məsələ orasında deyil. Bəli, o var. Sizin münasibətiniz necədir etirafa? Valla etiraf etmək, mən hər şeyi ilin sonunda etiraf edirəm. Aha. Məsələn, il qutaranda deyirəm ki, bax, vay, gör mən nə qədər səhvlər buraxmışam. Mən daimından sonra bu səhvləri buraxmayacağım. Amma il qutarır, təzə il başlayır, elə üstündən bir ay, 2 ay keçməmiş görsə bir dənə də səhv buraxdım. Bir dənə də səhv buraxdım. Gənə il dolur səhvlə. Çünki səhvsiz insan yaşaya bilməz. Amma o səhvləri gərək düzəldəsən. Bəli. Düzəldəsən və ömrün irəli getsin. Bəli. Sənətin irəli getsin. Sənətin yaşasın. Bax, bu etiraflara görə mən bu sözü deyirəm ki, bəli, həyatda etiraf eləməyə mənim çox məsələm olub. Həddindən artıq məsələm olub. Amma mən yenə də onların hamısını qurban vermişəm vətənimə, qurban vermişəm xalqıma və ən birinci qurban vermişəm Koroğlu obrazına. Bəli. Koroğluya görə mən heç yerdə qalmamışam, heç yerə getməmişəm. Ona görə mən Koroğlunu yaşatmaq istəmişəm həmişə. Və yaşatmışsınız da. Bəli. Çünki mən elə vaxt olub ki, bir ayın ərzində 6 dəfə, 7 dəfə mən Koroğlu obrazını oynamışam. Həmi istirahət günləri uşaqlardan ötəri, həmi böyüklərdən ötəri, ondan sonra bütün Azərbaycan xalqından ötəri. Məsələn, biz Koroğlunu Naxçıvana aparmışıq. Naxçıvanda da oynamışıq. Biz Koroğlunu Lənkərana aparmışıq. Lənkəranda da oynamışıq. Biz Koroğlunu 6 respublikada, 7 respublikada aparıb göstərmişik qastrollar vaxtında. Koroğlu ilə başlamışıq, axırda da deyiblər ki, Koroğlu ilə qutarın. Bir aydan sonra da Koroğlu ilə qutarmışıq. Ona görə bu Koroğlu məni yaşadıb, mən Koroğlunun 7777 dəlisinin biriyəm. Lütfən müəllim, bəzən insan yaşadığı devirdə çox sualların qarşısında aciz qalır. Bəli.
Eləsinə cavab tapır. Bəli. Eləsinə isə cavab tapmır, elə daxilində o sualları hərəkət elətdirir, beyni ilə ürəyi daim işləyir. Bəli. Bax, siz elə suallar olunmu ki, ona cavab tapa bilməmişsiniz və suallara cavab tapa bilmədiyinizə görə aciz qalmışsınız? Yox, mənim həyatımda elə suallar olmayıb. Aha. Elə suallar nə üçün olmayıb? Çünki mən çox dəqiq bir insanam. Mən inanırsınız ki, bir yerə 2 dəqiqə gecikməyə qoymaram özümü. Və mən bu sənətimin aşıqıyam, oğlum. Bu sənətin aşıqı mən hələ uşaqlıqdanam. Mən 15 yaşından Sabirabad Dövlət Dram Teatrında işləməyə başlamışam. 43-cü ildə. 43-cü ildə. Harada doğulmuşsunuz siz? Sabirabadda. Aha. Sabirabadda. Mənim əslim Şamaxlıdır. Atam, anam, babalarım, nənələrim hamısı Şamaxlıdırlar. Amma atam o zəlzələdən sonra gəlib Sabirabada yox, Qalağayına. O vaxtı Sabirabad yox idi. Bəli. Qalağayın kəndi var idi, Kürkəndi kəndi var idi. O Qalağayınla Kürkəndi kəndinin arasında bir Malakan yurdu var idi. Malakanlar. O vaxtı 2-ci Yekaterinanın şərqə göndərdiyi Malakanlar. Bəli, bəli, bəli. Azərbaycanda hər yerdə dolu idi onlar. Orada gəlib mənim atam pambıq zavodunda başlayıb işləməyə. Yavaş-yavaş ev tikib, eləyib, sonra gedib Şamaxıdan evlənib. Ondan sonra həm qaynanasını, qaynatasını, atasını, anasını götürüb gəlib Qalağayına. Və ondan sonra Sabir rəhmətə gedəndən sonra, bizim böyük şairimiz Sabir rəhmətə gedəndən sonra ora Sabirabad adı verilib. Bəli. Sabirabad adı verilib. 15 yaşında deməli orada... 15 yaşında mən teatrda işləməyə başlamışam. Mən bir suflör kimi məni qəbul eləyiblər. Amma sonra elə birinci tamaşada mən Sevil dramasında gündüz oynamışam. Cəfər Cabbarlının Sevil dramasında gündüz oynamışam. Ondan sonra operettalarda aşıq rolunu oynamışam. Sonra yavaş-yavaş mən 48-ci ildə birinci kateqoriyalı artist işləyirdim mən Sabirabad Dövlət Dram Teatrında. 48-ci ildə teatrların çoxsu Azərbaycanda bağlandı və mən oldum Mədəniyyət evində bədii rəhbər. Bax, o vaxtdan indiyə qədər mən bu sənətin yolunda özümü qurban vermişəm. Hər şeyə, necə deyərlər, elə baxmışam ki, sənətimə mane olmasın. Qoymamışam sənətimə mane olan. Hər gün mən bu sənətimlə məşğul olmuşam. Bakıya gələndən sonra 53-cü ildə, 54-cü ildə mən Cahangirin xorunda işləmişəm. Ondan sonra mən Aras Kino Teatrında işləmişəm. Ondan sonra məni Estrada Orkestrına bizim Rauf Hacıyev solist götürüb 56-cı ildə. 56-cı ildə mən bütün Qafqazı biz gəzmişik. Ondan sonra getmişik Leningrada. Deməli, oradan qayıtmışıq biz noyabr ayında. Noyabr ayında Şəmsi Bədəlbəyli çağırıb məni götürüb operettaya solist. Mən 58-ci ilə qədər, 58-ci ilin sonuna qədər mən operettada işləmişəm. Bizim daha doğrusu Musiqili Komediya Teatrında işləmişəm. Və sonra Niyazi məni götürüb gəlib operaya və 59-cu ildə mən operada Koroğlunu oxumuşam. Bülbüllə yanaşı, böyük sənətkarımız Bülbüllə yanaşı bir dənə tamaşa o oxuyub, ikinci tamaşada mən oxumuşuq. Sonra biz gelmişik Moskvaya, Dekadaya, 10 günlüyə. Orada birinci tamaşanı gene o oxuyub, ikinci tamaşanı mən oxumuşam. O vaxtdan mən indiyə qədər olmuşam operanın solisti. Lütfən müəllim, sizcə insanı aliləşdirən, gözəlləşdirən, fərdləşdirən hansı cəhətdir? İnsanın bir insana insan kimi baxmağı. Bilirsiniz, mən üzr istəyirəm sizdən bir şey deyim sizə. Buyurun. Dünyada 2 aləm var. Biri insanlar aləmi, biri heyvanlar aləmi. Bax, heyvanlar aləminin hər birinin öz adı var. Şir, pələng, meymun, dovşan, tağı, qalqlar. Amma insanların hamısının bir insan adı var. Amma o insan adında, insan cildində nə qədər heyvanlar var? Bağışla məni, üzr istəyirəm. Bəli, düz. Nə qədər şirlər var?
Nə qədər canavarlar var. Nə qədər tülkülər var. Bax, Bəli, görürsünüzmü? bəli. Ona görə bunları bir-birindən ayırt eləmək çətindir. Bunları başa düşmək çox çətindir. Amma insan olan kəs gərək insana hörmət bəsləyə. Kim olursa olsun, onu sevə, onu qoruya, ona əl tuta. Ən başlıcası insan olan böyük ananı, atanı sevələr. Əgər atanı, ananı sevməsən, sənin qarşıma elə evlad çıxacaq ki, o da səni sevməyəcək. Bəli. Bax, bu belə Nə olmalı. əkərsən, onu da biçərsən. Bəli. Ona görə əvvəla hər şeyin gərək gözəlliyini sevəsən. Hər şeyin incəliyini sevəsən. Lütfən müəllim, səhv etmək bu insan evladında var. Bəli. Bəli. Səhvsiz bircə Yox. bizi yaradandır. Bəli. İnsan evladının hamısının səhvi Bəli. var. Amma mən istərdim ki, soruşam ki, sizdən Lütfiyyə müəllim, siz elə bir səhv etmişsinizmi ki, sonradan o səhvin peşmançılığını çəkəsiniz? İndiyə qədər o səhvin peşmançılığını çəkəsiniz. Gənə də bu sənət yolundadır, başqa yerdə yox. Buyurun. Mən 1965-ci ildə Böyük Teatrın səhnəsinə, Moskvaya, mən bunu demişəm bir yerdə, yenə də deyirəm, gəldim, o vaxtı bizim partiya təşkilat katibi Əfrasiyab Bədəlbəyli idi. Bizim böyük dirijorumuz, ondan sonra böyük bir bəstəkarımız, ondan sonra böyük bir insan, ondan sonra necə deyim, mən elə bir teatrımızda elə bir insan görməmişəm. Çünki Əfrasiyab Bədəlbəyli həddindən artıq dəqiq bir insan idi. Gəldim onun yanına ki, Əfrasiyab müəllim, icazə verin mənə, mən gedim Moskvaya böyük teatra. Dedi, oğlum, niyə gedirsən? Sən bax, gör nə qədər operalar oxumusan. Həm Qərbi Avropa operaları, həm Rus operaları, həm Azərbaycan operalarının hamısını oxumusan. Bircə Nizamidən başqa, mənim əsərimdən başqa. Sən ora niyə gedirsən ki? Deyirəm, Əfrasiyab müəllim, vallahi mən baxıb görürəm ki, məndə nəsə çatışmır. Həm səsimdə, həm dünya görüşümdə. Düzdür, mən teatr institutunu qurtarmışam. Muziki məktəbini qurtarmışam Asaf Zeynallı adına. Mən teatr tarixini öyrənmişəm. Bunların hamısını bilirəm. Amma mən romanlar oxumuşam. Mən Rus dilində, Azərbaycan dilində, Azərbaycan bütün romanlarını, ondan sonra Qərbi Avropa romanlarının Rus dillərində oxumuşam. Çox şey bilirəm. Amma yenə də mənim daxilimdə nəsə çatışmır. Mən istəyirəm gedim böyük teatrın səhnəsində tanış olum oradakı solistlərlə, oradakı rejissorlarla, oradakı dirijorlarla, oradakı fortepiano çalan müəllimlərlə, hansı ki vaxtında şalyapinə çalıblar, orada var elə bir adam. Dedi, get. Mən getdim orada mart ayının 15-də, 65-ci il mart ayının 15-də mən getdim ora. Amma orada sən tamaşanı hazırlayırsan, rejissor sənə keçir, dirijor sənə keçir, amma sənə tamaşa vermirlər. Çünki sən stajorsan. Stajora vermirlər. Sən hazırlayırsan onu, gedirsən öz operonda oynayırsan. Amma aprelin 15-idir, bir də gördüm böyük rejissor, baş rejissor məni çağırdı ki, ay Lütfiyar, vallahi bizim bu solistlər, bizim bu balerinalar, baletdə oynayanlar bilmirəm səndən nə istəyirlər. Dedim, nə istəyirlər? Deyirlər, gəliblər mənim yanıma ki, ona tamaşa ver oxusun. Carmen tamaşasını. Mən də soruşuram ki, axı niyə? Deyir, çünki o bizim solistlərdən yaxşı oxuyur, qoy oxusun. Odur ki, mənə o Carmen tamaşasını may ayında verdilər. Mən oxudum o tamaşanı orada və müdür məni çağırdı, 3 dənə haçar. Lütfiyar, ala, bu haçarları verirəm sənə. Bu 2 otaqlı evin açarlarıdır və sən olursan bizim solistimiz. Dedim, bağışlayın, mən sizin solistiniz ola bilmərəm, mən Azərbaycan Dövlət Balet Teatrının solistiyəm. Dedi, bilirəm, nə qədər maaş alırsan orada? Dedim, 350, mən sənə 500 verirəm. Amma 2 ildən sonra, 1 ildən sonra mən sənə 3 dənə otaq verəcəyəm. Dedim, axı, bəs mən Koroğlu oxuyuram, axı.
mən orada Balaş oxuyuram axı, mən orada Vaqif oxuyuram axı. Və bunları məndən başqa oxuyanlar yoxdur, bunları kim oxusun? Nə olar, ayda bir dəfə gedərsən, oxuyarsan, gələrsən. Mən sözün açığı, mən onu qəbul etmədim. Amma 3 il, 4 il bunlar məni öz solistləri kimi başqa şəhərlərə qastrol'a göndərirdilər. Birinci qastrolum mayın 12-sində getmişəm Kiyevə. Kiyevdə Carmen oxumuşam tamaşasını və orada da gene mənə 3 dənə hasar veriblər. Ev. Gəl burada qal. Demişəm, yox qala bilmərəm, mən Bakının solistiyəm. Bakının solisti burada qala bilməz. Bunu mən yaxşı bilirəm. Kuybişevə, ondan sonra Gorkiyə, ondan sonra nə bilim hara. Nəysə, sözüm ondaydı. Mən o vaxtı, əlbəttə ki, o vaxtı mən bunu etiraf eləmədim. Amma illər keçəndən sonra mən bunu etiraf elədim. Ki, nə üçün mən böyük teatrda qaldım? Mən gərək orada qalaydım, həm öz solistimiz olardım, həm də onların solisti olardım və bütün dünyanı mən bir solist kimi gəzərdim. 65-ci ildə getmişik Çexoslovakiyaya. Çexoslovakiyadan məni göndəriblər Slovakiya, orada konsert oxumağa. Konsertdə məni dinləyiblər, deyiblər ki, Lütfiyar, gəl bizim operada işlə gilən. Sənin orada nə işin var, gəl burada işlə. Bax, ona da sonra etiraf eləmişəm. Deməli, bu şansların hamısını əlinizdən çıxardmışsınız. Bəli. Bilirsiniz, oğlum, mən yenə də deyirəm, etiraf eləməyə çox şey var. Olar. Amma yenə də deyirəm, mən vətənimi satmamışam heç şeyə. Düzdür, mən 91-ci ildə mən getdim, məni dəvət edələr İstanbula. Həmi Qaratoxmaq qadın operasını oxumağa, o Pikovaya oxumağa. Həm də ki, orada Adnan Saygün adlı böyük bir bəstəkar var idi. Allah ona rəhmət eləsin. Onun Kərəm operasını oxumağa. Çünki 66-cı ildə biz Niyazi ilə Ankara'ya gedəndə, həmən o Pikovaya dama operasını oxumağa gedəndə, o Adnan Saygün o vaxtı mənə dedi ki, oğlum, mənim bir Kərəm operam var, sən onu gözəl oxuyarsan, gəl onu oxu canım. Dedim, oxuyaram. 66-dan qaldı bu 91-ci ilə gələr. 91-ci ildə mən o operanı orada oxudum və onlar məni götürdülər Salis Opera Teatrına. Bizə baxan tamaşaçılarımız deyir ki, görün, nəhəng bir korifey etiraf proqramının qonağıdır. Necə ola bilər ki, o canlı bir ifa heç olmasa nəsə bir etməsin? Mən bunu evdə fikirləşmişəm. Mən elə o etiraf sözünü istifadə edəcəyəm. Aha, buyurun. Bizim çox gözəl bir şairimiz olub, Tofiq Bayram. Aha. Onun biz getmişik Şuşaya, Vaqifin məqbərəsini açmağa. Bir də gördüm səhər tezdəndən cəmaat yığılıb məqbərənin qarşısına bu şeir oxuyur. Mən bunun kitab da əlində. Şeirin yarısını oxumuşdu, saxladım bunu. Dedim, Tofiq, ver o kitabı mənə. Aldım o kitabı əlindən. Mən başladım bu şeiri oxumağa. Mən bu şeiri oxudum, bir varaq yarım tutardım. Bu gəldi, dedi ki, Lütfiyar, bu şeiri sən yazmışsan, yoxsa mən yazmışam. Dedim, yox, sən yazmışsan. O şeir çox gözəl şeir idi. Sonra mən o şeirə bir mahnı yazdım. Deyir ki, mənə qurban verdin cavanlığını, nur ettin ömrümün qaranlığını, heyif ucuz tuttum qurbanlığını. Görmədim, duymadım insanlığını, qəzəbin soyusun etirafımdan, sənə yalvarıram kes günahımdan, sənə yalvarıram, ah,
kes günahımdan. Sənə yalvarıram, ah, ah, kes günahımdan. Çox sağ olun, çox sağ olun. Doğrudan da sizin ifanızda hər bir mahnı gözəldir Lütfiyar müəllim. Çox Sizin özünüzə, necə deyim, sizin özünüzün bir dəstə xəttiniz var, özünüzün bir, necə deyim, yolunuz var. Bəli, bəli. Və bu yolu mən inanmıram ki, kimsə, necə deyim, davam etdirə bilsin. Yox. Yəni, bu səs diapazonu sizin bu yaşda da hələ necə varsa elə də qalıb, bu ilahi bir vergidir. Bəli. Yəni, Allah bunu sizin əlinizdən almayıb. Şükürlər olsun Allaha. Allaha həmişə şükür eləyirəm. Gecə yatanda hər şeyi deyirəm. Bütün bizim böyük bəstəkarlarımıza, böyük oxuyanlarımıza hamısının adını çəkirəm. Allah rəhmət eləsin deyirəm. Allah onların, necə deyərlər, bizim xalqımızın yadından çıxartmasın. Amin. Və ən axırda da deyirəm ki, Allah balalarımı saxla, Allah nəvəmi saxla, nəvələrimi saxla, nəticəmi saxla, həyat yoldaşımı saxla, bir də mənim səsimi saxla. Amin, 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 amin. Bax, ən gözəl İlhamcan, mənim əzizim, mən hələ indiyə qədər hər gün 2 saat mən səsimlə çalışıram. Vaxtım olanda çalışıram, vaxtım olmayanda da səhər tezdən oxuyuram, axşam oxuyuram və sonra mahnılar yazıram. Mən 200-dən artıq mahnı yazmışam, amma heç kəsə verməmişəm onları oxumağa. Hamısını özüm oxuyuram. Aha. Çünki onlar mənim kimi oxuya bilməyəcəklər, ona görə də vermirəm oxumağa. Özüm saxlamışam. Axı Lütfiyar müəllim, sizin bir, necə ola bilər ki, sizin bir yetirməniz yoxdurmu? Var, amma sözün açığı, onlar da mənim kimi oxuya bilmirlər. Ne üçün? Çünki mənim çox studentim olub. Bəli. Amma onlar bu 90-cı ildən sonraki bu vəziyyət qarışdı. Ondan sonra bunlar hərəsi biri getdi toya, biri getdi o birisinə, biri getdi bu birisinə. Öz səslərini də korladılar. Və sonra axırda mənə bir sual verirdilər. Aha. Deyirdilər ki, Lütfiyar müəllim, bax siz bizdən gündə, bax gör nə qədər siz bizdən tələb edirsiniz hər şeyi. Həmi vakalı, həmi oxumaq qabiliyyətini, ondan sonra həmi söz demək qabiliyyətini, şeir deməyin qabiliyyətini. Bunları siz bizdən istəyirsiniz, öyrədirsiniz bizə. Amma tutaq ki, biz oxuduq, qutardıq, olduq sən. Sonra, baxa, oxuduq, qutardıq, olduq sən. Sonra? Sonra nə olsun? Sən deyir, bir dənə maaşa işləyirsən. O maaş ancaq çatır sənə. Dedim, yox, nahaq edirsiniz. Mənim kimi Azərbaycanda hər tərəfli oxuyan olmayıb. Bax, mən Azərbaycan xalq mahnılarını uşaqlıqdan bilirəm, onları yadımdan çıxartmamışam, onları oxuyuram. Mən Azərbaycan xalq mahnılarını Moskvanın Rus xalq çalğı alətləri orkestri ilə oxumuşam mən. Zarafat deyil, bu. Simfonik orkestrlə oxumuşam. Bu xalq mahnıları. Sonra mən romanslar oxumuşam. Mən dünyanın 6-7 millətin romanslarını oxumuşam. Həm İtaliya, həm Fransız, həm Almaniya, ondan sonra həm Rus. Mən Leningradda Rus romanslarından bir konsert vermişəm. Filarmoniyanın direktoru mənə deyib ki, ay Lütfiyar, sən bunları hardan öyrənmirsən, ay bala? Axı bunlar əsrlər qabaqca yazılmış bu əsərlərdir. Deyirəm, bunların notları var. Və mən Rus musiqisinə elə bələd olmuşam ki, Rus xalq musiqisinə elə bələd olmuşam ki, mən onlardan almışam bu ilhamı. Mən Rus xalq musiqisinə bələd olandan sonra bunlar mənə asan olub oxumağı. Və həmçinin də İtalyan musiqisini, həm də Alman musiqisini və başqa musiqiləri. Ən xoşunuza gələn xalq mahnısı hansıdır? Ən xoşunuza gələn? Azərbaycanca. Bəli, bəli. Ən xoşuma gələn bir söz deyim sizə ki, xoşuma gəlməyən mahnıları mən oxumaram. Aha. Ona görə mən oxuduğum mahnılarımın hamısını sevirəm. Elə mahnı olmayıb ki, mən onu sevməmiş. Məsələn, bundan gözəl mahnı nə ola bilər? Küçələrə su səpmişəm,
Yar gələndə toz olmasın, yar gələndə toz olmasın. Elə gəlsin, elə getsin, elə gəlsin, elə getsin. Aramızda söz olmasın, ah, aramızda söz olmasın. Mən bu mahnını İrkutsk Filarmoniyasının simfonik orkestri ilə oxumuşam. Gəlmişik biz Çelyabinsk şəhərinə. Çelyabinsk şəhərində bir park var. O parka 1 manat verirdin, girirdin içəri. İstəyirsən get konsertə bax, qulaq as. İstəyirsən get filmə bax. İstəyirsən get şahmat oyna. İstəyirsən get filan el. Orada qalxotçulardan ötəri mən bir konsert vermişəm. Birinci şöbəsi ancaq Rus romansları. İkinci şöbə həm İtalyan, həm də Azərbaycan mahnıları. Ən axıra saxlamışam Əskərin mahnısını, Arşın Malalarından. Ondan qabaq mən bu mahnını oxumuşam orkestrdən. Və bu mahnının bir kupletini də oxumuşam Rusça. Palil yavadoy daroşki, palil yavadoy daroşki, чтобы не пылить сапожки, чтобы не пылить сапожки, чтобы люди знать не знали, чтобы люди знать не знали, как мы вместе день встречали, как мы вместе день встречали. Bunun perivodu da özümündür. Bəli. Bir də gördüm qabaqdan 3 nəfər kişi, 3 nəfər qadın qalxdılar, gəldilər səhnənin qırağına. Kişinin biri qayıtdı ki, Lütfiyar, дорогой, сын великого азербайджанского народа, вам великий русский поклон. Пожалуйста, эту песню еще раз спой. Bax, mənim həyatımda belə işlər də olur. Lütfiyar müəllim, heç həyatda pisliklərlə mübarizə aparmısınızmı? Heç kəslə mübarizə aparmamışam. Heç kəslə. Bax, nə qədər yaxşılıq elədiyim insanlar mənə pislik eləyiblərsə, mən onlarla mübarizə aparmamışam. Demişəm, bir dənə Allaha tapşırıram sizi. Əgər mənim cəzam versə, Allah mənə cəza versin. Əgər sizin cəzanız varsa, Allah sizə cəza versin. Və mən bu günləri Allahıma şükür eləyirəm ki, o adamların çoxsuna Allah cəza verib. Görürsünüz, Allah həmişə gec eləyir, amma güc eləyir. Bəli. Lütfiyar müəllim, həyatda ağrılı, acılı günlər yaşamısınızmı? Ağrılı, acılı günlər, oğlum, nə deyim, atam rəhmətə gedəndə, anam rəhmətə gedəndə, mən atamı, anamı, 5 qardaş, bir bacımı mən 93-cü ildən saxlamışam. Anam rəhmətə gedənə qədər, atam rəhmətə gedənə qədər onların çoxsunu götürmüşəm, gəlmişəm Bakıya. Mən Bakıda onları oxutdurmuşam, Bakıda evləndirmişəm, Bakıda yaşatdırmışam onları. İndi də mənim cəmisi bir qardaşım qalıb. Hamısı rəhmətə gedib. Bir 3 ay bundan, 6-7 ay bundan qabaq məndən kiçik qardaşım vəfat elədi Sabirabadda. Qalanları da ki. İndi mənim deməli 3 evladım var. Bir qızım var 53 yaşında. Bir oğlum var 52 yaşında. İkinci oğlum var 47 yaşında. Maşallah. Bunların hərəsinin bir uşağı var. Qızımın bir oğlu, oğlumun da qızı, deməli mənim nəticəm. Nəticəniz də var. Bəli, nəticəm. Və hərəsinin də bir qızı. Maşallah. Oğlanların da bir qızı. Şükür Allaha, yaxşıdırlar, dolanırlar. Allah onların canını sağ eləsin. Allah onları həyatda yandım deməsin. Amin. Lütfiyar müəllim, insanlarla dil tapmaq sizə asandır, yoxsa çətin? Çox asan. Mən bir dənə insanla tanış olan kimi o saat bilirəm ki, o kimdir. Aha. Öz xasiyyətinizə necə razısınız, yoxsa yox? Razıyam, oğlum. Düzdür, mənim xəsiyyətim biraz tündür. Mən sözün açığını deyən adamam.
Ona görə də bəzi adamlar mənim bu sözü açıq dediyimə görə məni sevmirlər. Aha. Neyniyim? Olan budur. Mən bunu görürəm, mən bunu başa düşürəm, mən bunu ispat edirəm özümə. Bəli. Ondan sonra deyirəm. Bəs ailədə necəsiz? Sərtsiz, mülayimsiz? Hansı Yox. prinsipə qulluq edirsiniz? Mənim indi, mən ailəmdə olan bütün uşaqların hamısını sevirəm və onlarla necə də olsa mən onlarla dil tapıb danışa bilirəm. Amma heç vaxtı mən onların işinə qarışmamışam. Heç vaxtı. Deməmişəm ki, sən bu işi düz eləmirsən, bu şeyi əyri eləmirsən, qarışma. Özünüz bilərsiniz. Əgər məndən məsləhət istəyirsinizsə, gəlin məsləhət alın. Yox, eləmirsinizsə, özünüz bilərsiniz. Ümumiyyətlə sizin amalınız nədir? Siz həyatda neyin uğrunda ölmədə belə gedərsiniz? Yalnız oxumağın uğrunda. Mən oxuyuram ki, yaşayıram. Mən oxumasam yaşamaram oğlum. 60 yaşımda opera teatrında mənim yubileyim oldu. 98-ci ildə. 88-ci ildə. 88-ci. Sonda mənə sual verdilər. Dedilər, Lütfiyar, bu gündən sonra nə etmək istəyirsən? Dedim, bu gündən sonra da yenə oxumaq istəyirəm. Çünki mən oxumasam yaşamaram. Ancaq mən oxumaqla yaşayıram. Məsələ burasındadır ki, o vaxtı onda dedim ki, bax, bu gündən sonra mənim daha 61 yaşım olmayacaq. Mənim olacaq 59 yaşım, 58 yaşım, 57, 56. İndi mənim bu saat 40 yaşım var. Maşallah. Deməli, onda əsl neçə yaşınız var? Əsl 79. 79. Gələn il olacaq 80. 80. 80. Maşallah, maşallah. Mən inanıram ki, Allah qoysa sizin 100 illiyini yubileyinizə edəcək. Gah haramda, gah dağdayam, gah çəməndə, gah bağdayam, yaxındayam, uzaqdayam, yora bilməz yollar məni. Gah bahar, gah qarlı qışam, bu həyatdan doymamışam. Səfərdəyəm səhər axşam, yora bilməz yollar məni. Nəğmə dolu bir ürəyəm, gah coşqunam, gah kövrəyəm, bir ümidli gələcəyəm. Yora bilməz yollar məni, yora bilməz yollar məni. Heç həyatda heç nədən yorulmayasınız. Yollar da sizi yormasın. Ondan sonra həyatın o acınacaqlı günləri də sizi yormasın. Siz artıq sənətdə öz dəsti xəttinizi qoymusunuz. Demişəm. Bəli. Və bundan sonra da deyəcəksiniz. Bundan sonra da deyəcəyəm. Öz mahnılarımdan ibarət 2 il bundan qabaq mən böyük bir konsert verdim. Aha. Keçən il mən Filarmoniyada nəhayət 92-ci ildən sonra, 91-ci ildən sonra mən Filarmoniyada bir dənə solo konsert verdim keçən il. Mən 26 dənə mahnı oxudum. Birinci şöbəsi Kara Qarayev adına simfoni o da orkestr ilə, ondan sonra ikinci şöbəsini fortepiano ilə və xalq çalğı alətləri ansamblı ilə. 26 dənə mahnı oxumuşam. Oğlum, bunu hələ çətin məsələdir. Çətin məsələdir ki, bunu məni yaşında olan bir adam beləcə oxuya bilsin. Bəli. Ona görə mən oxuyuram, oxuyacağam. Ondan sonra oxuduğum qədər də yaşayacağam. İnşallah. Allahdan arzu edirəm ki, mən nə qədər yaşayıramsa, mənim səsim özümdə qalsın. Amin. Bəs. Amin. Lütfən mənim, sonda sizi izləyən, sizi dinləyən, bu dəqiqə hal-hazırda milyonlarla tamaşaçı, istər Azərbaycanda olsun, Azərbaycan hüdudlardan, kənarda dinləyicilər bu dəqiqə hal-hazırda sizi izləyirlər. Bəli. Ekrandan. Bəli. Bax, onlara sizin arzularınız. Mənim onlara arzularım budur ki, ən birinci insan gərək musiqini sevə. İnsan gərək şeiri sevə. İnsan gərək o musiqi ilə yaşaya. Bax, mən bütün bizim cavanlara, bütün bizim gənclərə
mən töhfə eləyirəm ki, gedin teatra. Teatr bir güzgüdür. Teatr bir güzgüdür. Çünki teatr həyatın güzgüsüdür. İnsanlar gəlirlər, ora baxırlar, deyir, ada, vay bu mənə oxşayır, ada bu elə mən deyəni dedi. Bax, ondan sonra gedin fikirləşin ki, o deyəni sən daha deməyəsən. Bəli. O elədiyini sən daha eləməyəsən. Və musiqili komediyanı sevin. Operanı sevin. Operanı sevən bir insan böyük bir insandır. Mən hamınıza töhfə eləyirəm ki, gedin musiqi məktəblərinə, ondan sonra gedin musiqi dərnəklərinə, gedin orada musiqini öyrənin. Bax, 1-ci sinifdən 8-ci sinifə gələn oxumaqları öyrənin, Azərbaycan xalq mahnılarını öyrənin, oxuyan olun. Ondan sonra əgər oxuyan da olmasınız, amma bir yerdə, toyda, bayramda özünüz üçün oxuyun. Zümzümə eləyin, heç olmasa. Zümzümə eləyin, Bəli, oxuyun. bəli. Çünki bizdə bu xor məsələsi, xalqda xor məsələsi yoxdur, xalqda. Amma Gürcüstanda bu var, Bəli, xor məsələsi. bəli, bəli. Ondan sonra. Məsələn, zətdə Türkiyədə bu var. Bir dənə mahnını oxuyan kimi görsən, hamısı səninlə bərabər oxuyurlar. Bəli. Bax, məsələn, mən 64-cü ildə ilk dəfə getmişəm Türkiyəyə Gənclər Festivalına. O Gənclər Festivalında mən Süreyya oxumuşam, cəmaat mənə Süreyyanı bir yerdə oxuyublar. 2500 nəfər adam mənimlə bir yerdə Süreyya oxuyublar. Mən onların xalq mahnılarını oxumuşam. Qara qoyun etli olur, kavurması datlı olur, dul kişiye varanı kızlar, ölmez amma dertli olur. Halvaçı helva, şeker lokumlu helva. Bu mahnını bunlar mənə bir yerdə oxuyublar. Və şəhərin valisi gəlib mənə ki, ay Lütfiyar, sən dünyanın ən böyük bir şefisən. Deyirəm, yox şef, ya, yəni dirijorusan. Bəli, bəli. Dedim, yox, mən şef diyorum, mən oxuyaram. Nə danışırsan? Heç dünya şeflərinin 2500 nəfərlik horosu var. Bax belə. Çox sağ olun Lütfiyar. Oxuyun, xorla oxuyun. Yığılın, 5 nəfər, 6 nəfər bir yerdə oxuyun. Mən qurban olum sizə, ay mənim xalqım. Qurban olum sizə. Başınıza dönüm sizə. Sevin vətəni, sevin ana vətəni. Sevin mahnıları, sevin, oxuyun, oxuyun, yenə də oxuyun. Lütfiyar müəllim, sağ olun, çox sağ olun. Şəxsən mən öz adımdan, Etiraf proqramının bütün yaradıcı heyəti adından sizə sevgi dolu günlər arzulayıram. Çox sağ olun. Arzu edirəm ki, siz nəvələrinizdən, balalarınızdan, nəticələrinizdən yarıyasınız həmişə. Çox sağ olun. Onların şad günlərində oxuyasınız hələ. Bəli, bəli, Və bəli. siz vətənimizə bundan da sonra Çox lazımsınız sağ olun. Lütfiyar müəllim. Qoy sizin bu ürəyiniz, həmişə cavan qəlbiniz elə cavan olsun. Çox sağ Və olun. sizin ilbəil sizin yubileylərinizi qeyd edək. İnşallah. Sağ olun, minnətdarlığımızı Mən bildiririk. xalqıma göstərirəm bu iki operanı. Biri Koroğlu'dur, biri Vaqif. Bunlar artıq hazırlanıb və bunlar satışa buraxılacaq.